Aylığımdan uşaq evində olmuşam. 3 aylığımdan 7 yaşına kimi burada gətirmişlər oradan bura. Mən 11 il oxumuşam oranı, qurtarmışam. Yerim olmadığından, evim olmadığından müdiriyyət tərəfindən müvəqqəti olaraq yer verib saxlamışdı. Saxlayırdı, orada da işləyirdi. Nə işləyirdi? Uşaqlara baxırdım. O da mənə ağır olurdu. Ürəyimdə anadan gəlmə parok qüsuru var idi deyə əziyyət çəkirdim. Demək olar ki, məktəb illərində elə ancaq xəstəxanalarda olurdum. Orada bəzi valideynlər var idi, gəlirdi, gedirdi. Mən baxırdım, həsrət çəkirdim ki, ona nəsə aldılar, sığal çəkdilər, mən qalırdım. Mənim sinifdə hamısı valideynim var idi, bir də mənim yoxum idi. Gözlerin yolda gelmez misin? Sana ölürüm bilmez misin? İnternat qutarandan sonra müəlliməm məni apardı atamın yanına. Atam var idi. Qız qutarıb, qəbul eləyin də. Bu vaxta qədər biz baxmışıq, əziyyət çəkmişik. İndi siz baxın. O da yazdı məktubla, atqaz yazdı ki, bizlik deyil. Valideynlərin həmişə günahlarını biz çəkirik, həmişə. Məni çox incidirdilər orada. Ürəyim xəstə olduğuna görə orada köhnə müəllimlərimiz yaxşı idi. O təzə gələnlər vururdular. Mən də girirdim stolun altına, heç vaxt yadımdan çıxmaz. İndi evlərdə işləyirdim ki, bir şey yığaram da. Elə ali olurdu ki, yığışdırırdım, bir qəpik də vermirdi. Alladırdı. Elə olub ki, yemək belə vermirdilər. Belə. Yadıma düşür pis olurum. Çeken var mı benim gibi şu dünya? Məsəl üçün bir dənə ayaqqabı alırsan, ya bir dənə nəsə paltar alırsan, deyir, heç vaxt yadından deyir, çıxartma ki, mən sən filan vaxtı belə şey almışam, belə yaxşılıq eləmişəm, yedirtmişəm səni. Elə olub ki, yığışdırmışam, kuruşkanı başıma vurublar. Kuruşkanı başıma vurublar ki, təmiz elə, yığışdır. Pulumu da kəsiblər. Xəstəliyi ola mən gedirəm ki, nə var, bir qarın çörək yiyeyim. Valla deyərdim ki, insaf versin Allah onlara. Nə deyim? Həmişə pis fikirləşiblər mənə qarşı ki, yəni anası yoxdursa, hə, bu nə bilim, qız deyil də, yəni sizdə üzr istəyirəm. Pis fikirləşiblər bizim barəmizdə həmişə. Tarihim yok, bahtım kara, böyle hayat batsın yere. Sinesine. Elə ailə olub ki, pul qazanmağa getmişəm, orada tərbiyəsiz hərəkətlər məni yoldan çıxartmaq istəyiblər. O qədər olub belə şey. Hə, elə ailə olub ki, valla üzr istəyirəm. Almanın qabığını soyub zibiliyə atıblar. O alman mən həsrətində qalırdım da, götürürdüm zibiliyə yeyirdim. Elə məcbur olmuşam. Ay balam sen bana mı küstün? Ay balam niye haber kestin? Ay balam. İstəyirəm özüm üçün evim olsun, öz əlim, öz ayağım, yəni işləyəndə işləyim öz evimdə, qalanda qalım rahat. Xəstəliklə belə işləyə bilmirəm, müvəqqəti olaraq bir ailədə qalıram. İndi ömürlük qalmıram ki, nə vaxtsa çıxmalıyam da oradan. Qalmağa yerim yoxdur. Bir də mənim müalicələrimdir, ayağıma operasiya olunmalıdır. 6 aydan bir həkimlərdən keçməliyəm ki, ürəyimin bağlı da, keçə bilmirəm onu qiymətə görə. Çox çətindir yaşamaq əsasında. Mən nə vaxta qədər onun bunun evində qalacam. Bu bir gənc qızın həyat hekayəsi idi. Təbii ki, evlərdə qulluqla bağlı başına gələn hadisələri danışdı. Mətanət xanım, mən görürəm ki, sizə təsir elədi, çox təsir elədi. Biz bayaqdan danışırıq, bütün məsələləri haradasa dedik ki, vətəndaş bunu eləmir, vətəndaş eləmir, vətəndaşın borcudur, hüququnu tələb eləməlidir, bu odur. Amma bütün düyünlərin açarı mı vətəndaşdadır? Hər şey vətəndaşdan mı yekunlaşır, vətəndaşdan mı başlayır hər şey? Süjetə baxanda hələ bir fikir beynimdə fırlanırdı ki, yaxşı həyatdan insan gedib qulluqçu işləməz.
Yəqin ki, hansısa problemlər vadar edir ki, gedib kiminsə evində işləsin. Həqiqətən də problemlər çox olur. Və ya da sadaladım, təhqirlər də olur, işgəncələr də olur, seksual xarakterli hərəkətlər də olur, maaşın verilməməsi də olur. Və qadın məcburdur bunu dözməyə. Ona görə ki, iş yerləri bəzən xanımlar üçün olmamadığı üçün. Bəzən elə olur ki, qadınların boşanmadan sonra daha çox problemlərlə, iqtisadi problemlərlə, maliyyə problemlərlə qarşıladığı üçün o məcburdur, yəni bu işdə getsin, işləsin. Amma Mətanə xanım, mən çox üzr istəyirəm, sizin fikirlərinizə hörmətlə yanaşam. Mən istəməzdim ki, gələcəkdə də bu ev qulluğu işi əlaşsızlıq bir yeri kimi tanınsın. Yox, Sahib müəllim, siz indi kişi kimi, siz indi kişi kimi danışırsınız, siz onun əziyyətini bilmirsiniz. Siz bilmirsiniz ki, hansı ximikatlarla onlar işləyirlər və hansı sağlamlığında onların problemləri olur. O adi bir evdə, deməli, özüm də xanımam, bilirəm ki, adi bir gün evdə işləyərkən 1 saat, 2 saat nə dərəcədə insanın sağlamlığına da təsir edir. Fiziki, yorulma gedir və s. Onlar həddindən artıq çox ximikat şeylər işləyirlər. Bu iş bütün dünyada var və olacaq. Amma yaxşı olmazdı ki, daha çox iş yerləri açılsın ki. Yox, onda bəs evdə kim qulluq eləyəcək? Bu ev qulluğu işi kimsə görmədi. Bir iş yeri. Onlar, deməli, biz ona iş yeri kimi baxmalıyıq və onu aşılamalıyıq. Nəyə görə Sovet vaxtında bu qulluqçu işləri çox az idi? Ona görə ki, qadınlar evə daha çox vaxt var idi ki, sərf etsin. İşə gedirdilər, məsələn, saat 8-dən 5-ə kimi, 6-ya kimi evə dönürdülər, uşağı ilə məşğul idilər, ev işləri ilə məşğul idilər. İndi isə iş saatı artıq kim istəyir 8-ə kimi saxlayır, kim istəyir 7-yə kimi saxlayır. Qadın artıq gəlir evə saatını, işləyən qadınlardan deyirəm, 7, 8, 9 bəzən heç nəyə çatdırmır. Bu bir tərəfdə. İkinci tərəfdə, uşaq bağçaların bu gün çox az olması gəlib ona gətirib ki, qadın məcburdur getsin, dayə saxlasın ki, getsin pul ödəsin kiməsə, onun uşağına qulluq eləsin. Çünki onda ya işi itirməlidir, evdə oturub uşaqla. İkinci variant isə gedib kimləsə danışmalıdır, pul ödəyib onun uşağı ilə otursun. Bax, bugün uşaq bağçaların sayı azalıb. Ona görə də bax, bu qulluqçudur, dayələrdir və s. Onların, deməli, bu peşənin də sayı artır. Yenə də deyirəm, qadın heç vaxt istəməz ki, getsin kiminsə evində işləsin qulluqçu. Məcburdur bugün. İndi biz çox şey deyə bilərik. Yox, bu sadəcə heç kəs istəməz ki, getsin kiminsə evində, üzr istəyirəm, hamamda, ayaq yolunda təmizləsin və yaxud da ki, hansı bir ayrı işlər görsün. Bu işdir, çox gözəldir. Bugün əgər bu çıxış yolu varsa, bu iş yeri varsa, indi ondan istifadə edirlər. Yaxşı ki, hələ ki o var. 150 manat, 200 manat əlində məbləğlər olur. Amma razılaşaq ki, özünə hörmət edən qadın və yaxud da ki, biraz bəlkə alçaldıcı bu səslənir, ola bilsin. Amma qadın məcburdur uşağına görə, evinə pul gətirməkdən ötürü bu işə getsin. Siz razılaşmazsınız ki, sizin xanımınız getsin o işləsin. Yox. İndi sosial xidmət haqqında qanun qəbul olunur. O ayrı məsələdir. Amma bu məcburiyyət qarşısında olub qadınlar gedirlər o işə. Bu yanaşma çox, belə üzr istəyirəm. Yanaşmanın biraz, mən təbii ki, Mətanə xanım dedikləri hamısıdır həqiqətdir. Amma ümumiyyətlə biz psixoloq, məsələn, sosial xidmət haqqında qanun qəbul olub. İndi sosial xidmətçilər və sosial işçilər olacaq. Sosial xidmətçi məhz ondan ötürdür ki, ahil insanlara, imkansız evlərə gedib evdə xidmət göstərəcək. Əgər kimsə bunu xəstəxanada eləyirsə, bu işi, sizin dediyiniz, məsələn, hamamı yuyursa, ayaq yolunu yuyursa, onu evdə də eləyə bilər və biz ümumiyyətlə bütün iş yerlərinə, mən razıyam, siz mənə fakt qarşısında qoyursunuz ki, siz razı olarsınız, olmazsınız, bu başqa söhbətdir. Xəstəxana qoruyur onun hüquqlarını. Kimsə buna razıdır və bütün dünyada 100 milyonlarla insan məhz belə işlərlə məşğuldur. Və biz problemi siz dediyiniz, o ximikat, artıq işləmə, bu problemlər çözülməlidir, məsələlər hüquq müstəvisinə keçməlidir, bu başqa. Amma ev qulluğu işin yığışdırmaq və onu azaltmağa səy göstərmək... Heç kəs demir ki, yığışdırmaq. Bugün o iş var. Mən yenə deyim, şükür ki, heç olmasa o var. Amma
iş yerləri daha çox olsa xanımlar üçün. Çünki qulluqçu o demək deyil ki, qadın orada təhsilsizdir və s. Bugün ali təhsili olan amma işə düzələ bilməyən xanımlar bugün bu addım atmağa vadar. Söhbətə qaça bilərsən, müzakirə qaça bilərsən. Bir məsələni biraz açıqlayaq. Doğrudan da ki, biz əgər bugün götürsək ki, peşə və vəzifələri müqayisə eləsək, hansı şərəflidir, hansı aşağıdır, yuxarıdır, bu o qədər də bəli, biz onu eləyə bilərik. Lakin real həyat, dəyişkənliyimiz, bazar iqtisadiyyatı bu vəzifələri bizdən yaratmır, öz-özünə yaranır, qoyulur yerinə bir-bir. Bu cəmaatın xidməti üçün və s. və s. Və onu da demək istəyərdim ki, heç bir insan məcburi halda harasa məcbur işləməyə göndərilmir. Həyat məcbur edir, imkanlar məcbur edir. Bəli, öz göstəricinə görə, öz çıxışına görə, göstəricinə görə, yəni təhsili deyəkmi, başqa psixoloji amillərinə deyəkmi, qabiliyyətinə deyəkmi, o nöqteyi nəzərdən əməyə münasibət göstərirlər. Və heç mən də sizlə o qədər də razı ola bilmərəm ki, hansısa vəzifədə biraz alçaldıcı olsun, yuxarı olsun, elə bir anlayışlar yoxdur. Lakin, bəli, o iş zamanı, işi görərkən, o hallar baş verirsə, bəli, bu dözülməzdir. Yəni, bunu aradan qaldırmaq lazımdır. Mən heç vaxt xadimə deyəndə, sadəcə bizim bir işçi kimi qəbul eləmək lazımdır. Xadimə işləyə bilər, nəyə də görə yox. Sabah mən işsiz qalsam və mən pula ehtiyacım olsa, mən də gedib xadiməli eləyə bilərəm. Amma mən bilirəm ki, mən əmək haqqı alıram. Mən bilirəm ki, hansısa bir problemlər olsa, mən məhkəməyə müraciət edə bilərəm. Hansısa bir məni kimsə və nəsə qoruyursa, artıq nəyə də yox. Tamamilə də olur. Yəni, nəyi demək istəyirəm? Yekun olaraq. Amma bugün qulluqçu işləyən qadınlar isə, yenə də deyirəm, səhər girirlər evə, axşama kimi işləyirlər. Bə xanım dedi, nə yemək verirlər, nə imkan vermirlər ki, dincəlsinlər. Yəni, bəzən hətta bunun yuxarıdan aşağı baxmaq belə insanı məhv edir. Kölə kimi bəzən yanaşır. Bax, bu köləlik hissi olduğu üçün mən deyirəm ki, bugün mən istəmirəm ki, bu peşə qadın seçsin. Tamam, mən onu demək istəyirəm. Bu süjet çox yaxşı süjetdir. Bu nəyi təsdiq elədi? Bir daha onu təsdiq elədi ki, qeyri-legal işləməyin nəticələri budur. Düzdür. Vəssalam. Biz nəyi bilməliyik? O dövlətin verdiyi bizə, əlimizdə olan o minimum ki, tələbatlarımız var, ondan istifadə edək. Və iş vaxtı ilə əlaqədar demək istəyirəm. İş vaxtı Sovetləri müqayisə elədiniz bizlərlə, amma Sovetdə biz 41 saat işləyirdik həftədə. Ancaq indi 40 saatdır. Hələ o da. Amma demirəm ki, çox bu dəqiqə saxlayıb. O hallar da var. O hallar da var. Amma o hallarla da biz, yəni ki, mübarizə hər yerdə aparılsa, qoyulsa və işçi də özü biraz aktiv olsa, tələbkar olsa. Siz dediniz Sovetlərdən, amma Sovetlər zamanını müdafiə edən insanların çoxu da nəyi əsas tutub müdafiə edirlər? Mənim fikrim deyil. Təbii ki, cəmiyyətin insanların fikridir ki, Sovet hansı ki, insanlar Sovet dönəmini tərifləyirlər və onu müdafiə edirlər. Onlar deyirlər ki, o saat ki, uzun ki, saat işləyirdik, amma əvəzində bizim hüquqlarımız daha çox qorunurdu, əvəzində bizim ev, digər sosial məsələlərimiz həll olunurdu, işsiz qalmaq qorxumuz yox idi. Bir çox pluslar var idi ki, biz onun nəticəsində ən azından bir çox şeyləri dözürdük. Artıq işlətsələr belə dözürdük ki, bəli, mən hüququnu heç kim poza bilməz və mən bərabərəm. Bərabərlik məsələsi var idi. Yoxsa kimsə qohumuna görə daha üstün iş belə bilməyən adamlar daha üstün vəzifədə daha çox maaşla işləmirdi. Yəni, məsələ bundadır. Və Mətanət xanımın da bayaq dediyi məqam ki, var idi. Əsasən qadın psixologiyasından çıxış edirdi. Mən onu başa düşdüm və dedi ki, təbii ki, heç bir qadın öz evindən başqa, öz uşaqlarından başqa istəməz ki, vaxtını daha çox başqa yerə sərf etsin. Məsələn, öz ailəsinə, öz uşağına və öz evinin içinə sərf etsin. Yəni, bu baxımdan Mətanət xanım onu dedi. Yəni, buyurun. Ümumiyyətlə, mən şərəfli və şərəfsiz iş anlayışını qəbul etmirəm. Yəni, iqtisadi baxımdan legal və qeyri-legal iş var. Dəyər baxımdan halal və haram iş var. Və əgər kimsə halal olaraq işləyirsə və xidmət göstərirsə, biz onu hörmət etməliyik. Yəni, əslində, cəmiyyətdə də bugün fikir formalaşdırmalıyıq ki, ümumiyyətlə, halal olaraq həyata keçirilən iş qəbul edilməlidir və insanlar hörmət etməlidir. Məsələn, Amerika Birləşmiş Ştatlarında milyonlarla adam bu işlə məşğul olur. Amerika Birləşmiş Ştatlarının vətəndaşları o demək deyir ki, özünü hörmət etmir. Və onların bəlkə də başqa iş tapa imkanları var, amma bu işlə məşğul olur. Məsələn, Avropada, Amerikada könüllü olaraq gedirlər qocalar evində, hamamı təmizləyirlər və müxtəlif işlər görürlər. Bu xeyriyyətçilik daha çox xeyriyyə və hətta könüllü olaraq fəaliyyət göstərir. Bu, yəni bizim qəbul etmədiyimiz işləri belə könüllü olaraq görürlər. Təbii ki, o baxımdan heç də bugün həmin işlə məşğul olanların
yəni bu işin şərəfsiz olduğunu demək doğru deyil. Amma təbii ki, problem odur ki, bu işə bir sektor kimi yanaşmaq lazım və əslində məqsəd bu sujetdə olduğu kimi, əgər və burada da qeyd olunduğu kimi, əgər onların hüquqları qorunsa, əmək müqaviləsi bağlansa və təbii ki, qanunvericiliyin imkan verdiyi təqdirdə onların hüquqlarını qorumaq, eləcə də onları maarifləndirmək mümkün olsa, belə hallar baş verməyəcək. Yəni, heç də bu o demək deyil ki, bugün həmin xidməti göstərənlərin hamısı təhqir olunur. Və kifayət qədər hüquqları qorunan, hörmət göstərilən insanlar da var və bu işdən şərəf duyan və işi sevən insanlar da var təbii ki. Təklifiniz nədir? Bax, tutaq ki, bir çox müzakirə edib, proqramda sonuna yaxınlaşırıq. Gəlin onda belə bir şey eləyək. Problemlər var, qarşılaşırıq, problemsiz işçilər də var, təbii ki, vöyünü olan da var, müqaviləsi olan da var, olmayan da var. Yəni, ümumiləşdirib demirik ki, hər şey pisdir və ya ümumiləşdirib demirik ki, hər şey yaxşıdır. Təbii, problemlər var, amma deyirsiniz ki, bunu eləmək lazımdır ki, məhz hüquq pozulmasın. Və hansı yolla? Maarifləndirmə bildik. Yəni, biz bir səhifədən, kiçik bir səhifədən və ya kiçik bir hissədən başqa yazı, uzun-uzadı yazı oxuya bilmirik, oxumuruq. Buna hövsələmiz çatmır. Nədənsə, müqavilə oxumuruq, imzalamırıq, hüquq məsələlərini ciddiyə almırıq və ilk öncə tanış, biliş, axtarırıq, tapırıq. Yəni, bunları əgər eləmiriksə, başqa çıxış yolu nə ola bilər? İnterneti istifadə eləmirik, heç nə istifadə, bax, bunu neyləyə bilərik? Baxın, mən yox, sizdə yoxdur mu bu faktlar? Yəni, bütün hallarda hüquqların qorunması müəyyən vaxt tələb edir. Yəni, heç də biz bu sektora diqqət yetirsək və analiz eləsək, məsələn, bir neçə il əvvəl bu sektorda heç bir şirkət, firma fəaliyyət göstərmirdi. Bu xidməti təklif edən. Bugün firmalar var. Yəni, firmanın olması və firmanın bu fəaliyyəti, bu xidməti təklif etməsi ondan xəbər verir ki, təbii ki, müəyyən inkişaf var. Və bir mənalı şəkildə biz bugün yatıb sağ oturub görməyəcəyik ki, həmin hüquqları qorunur. Onun üçün zaman lazımdır. Və əslində insanlar maariflənirlər. Amma bizim istədiyimiz səviyyədə deyil. Yəni, problem odur ki, heç də bütün o xidmət göstərənlərin... Bəlkə bu yerdə məcburiyyət olmalıdır. Nəsə cəza sistemi, nəsə bir pul. Çünki təcrübə göstərir ki, bir çox ölkələrdə bu cərimə ilə və yüksək cərimələrlə özdə müəyyən məqamları yoluna, reysinə oturtura bilirlər. Əslində cərimələr var. Çünki əgər ödəniş olursa və xidmət müqaviləsi yoxdursa, xidmət göstərən şəxs pul alıbsa kimlənsə və vergi ödəmişsə, o zaman cəzaları var. Eyni zamanda hesabat vermirsə. Amma cərimələnənlər varmı? Amma cərimələnləri böyük ihtimalla var, amma çox azdır. Amma o faktları tapmaq çətindir. Bu o qədər kütləvidir ki, ona görə burada mənim fikrimcə hüquq tənzimləmə, administrativ nəzarət öz yerində burada mədəniyyət və ənənə formalaşmalıdır. Bunlar müəllim çox gözəl fikir deyir. Yavaş-yavaş bizdə şirkətlər formalaşır. Biz istəyərdik ki, o sürətlə olsun. Təəssüf ki, biz bizim iqtisadi və həyat inkişaf tempi ilə bunu da bazarın təklifin olmaması, bu təklifin olmamasına doğuran bu mədəniyyət və ənənənin formalaşmamasıdır. Məsələn, Avropada və Amerikada olduğu kimi bizdə o oturuşmuş ənənə olduqca o ənənə yaranmalıdır. Mən hesab edirəm ki, administrativ yollarla bu məsələni bugün tənzimləmək mümkün olur. Verilişin sonlarına yaxınlaşırıq. İstəyərdim ki, hər birinizin çıxış yolları nə olmalıdır, fikrinizi öyrənək. Vüqar müəllim, başlayaq sizdən. Təbii ki, məlumatlandırma hökmən olmalıdır. Məlumatlandırma yalnız və siz qeyd etdiyiniz kimi müəyyən kağızların yazılması və paylanması deyil. Eyni zamanda həm televiziya verilişləri, həm qəzetlərdə məqalələr, eyni zamanda məlumatlandırma ilə yanaşı təlimlərin keçirilməsinə ehtiyac var. Məşğulluq xidməti belə bir təlimləri keçiriblər. QHT-lər hökmən bu təlimlərin keçirilməsinə cəlb olunmalıdır və QHT-lər əslində həm məlumatlandırmada, həm təlimlərin keçirilməsində xüsusi rola malik olmalıdır. Baxımdan məlumatlandırma olmalıdır. Qanunvericilikdə müəyyən boşluqlar var. Onlardan qaldırması ilə bağlı. Eləcə də əmək qanunvericiliyi və Sayın müəllim yəni ki, o təklifləri verəcək. Toxunmuram, amma qanunvericilikdə boşluqların aradan qaldırmasına ehtiyac var. Əslində mən xidmət sektorunda yəni ağırlaşdırıcı şərtlərin və ya qaydaların tətbiqindən daha çox stimullaşdırıcı qaydaların tətbiqini tərəfdarıyım. Məsələn, bu xidmət nəzərə alsaq ki, burada əmək haqqı aşağıdır və s. Məsələn, əgər digər xidmətlər üzrə ödəniş 4%-sə sadələşdirilmiş vergidə, bu xidmət üzrə 1% təyin oluna bilər və ya sosial ödənişlər aşağı təyin oluna bilər. Yəni, insanlar təşviq olunsun, stimullaşdırılsın ki, müqavilə bağlansın. Çünki qadağalar müəyyənləşdirirsə, onsa qasacaqlar, onsa qadağaları var və qadağalar ağırlaşdıqca daha çox qasacaqlar. O baxımdan stimullaşdırıcı və təşviq edici
maddələrin olması daha məqsəd uyğundur. Sahib müəllim, buyurun. Yəni mən tamam Vüqar müəllimi dəstəkləyirəm bu fikirlərinə. Qanunvericiliyi təkmilləşdirmək filan bunlar öz yerində. Dövlətin burada funksiyası nədir? Hüquqi bazanı yaratmaq və onun icrasına nəzarət həyata keçirmək. Vətəndaş cəmiyyətinin funksiyası odur ki, bu işi təşviq eləmək. Kütləvi informasiya vasitələri, məsələn, bu veriliş həmin bizim o məqsədlərə xidmət edən bir verilişdir. Bu bir sosial əhəmiyyət daşıyan bir verilişdir. Belə verilişləri artırmaq olar, imkan daxilində. Bizim kommersiya televiziyaları da artırmalıdır, ictimai televiziyamızda da var onların sayı. Yəni, bu mənim hesab edirəm ki, burada qanunvericiliyi təkmilləşdirmək asandır. Biz təklif verəcəyik, hökumət dinləyəcək, bu gün eləməsə sabah eləyəcək. Bu mədəniyyəti və ənənəni formalaşdırmaq isə bütün cəmiyyətin artıq vəzifəsidir. Mən hesab edirəm, burada cəmiyyətin özünün rolu artmalıdır. Tahir müəllim. Yenə həmkarlarla çox razıyıq ki, yəni bütün məsələlər deyildi. Lakin bununla yanaşı hələlik yenə mən həmişə o fikirdə qalıram ki, nəyimiz varsa ilk növbədə doğrudan da ki, kimsə tanışlıqla, kimsə qohumluqla vasitəsilə yox, təsadüfi yox. O dediklərimiz o yaranmış şirkətlər tərəfindənmi, məşğulluq tərəfindənmi ilkin olaraq göndərilməsi təmin olunsun. Və onlar özlərini heç vaxt tək hiss eləməməlidirlər. Yəni ki, kimsəsiz hiss eləməməlidirlər. Yəni ki, ola bilməlidirlər ki, doğrudan da ki, o dediyimiz o hüquqi sənədlərimiz olan hallarda tam onlar arxalıdırlar. Tahir müəllim, bir məqamda soruşum. Deməli, bu ev sahibi ki, deyirik, müqavilə bağlanmalıdır işə götürdüyü insanla. Bu ev sahibi hansı qismdə? Yəni, o da mı mütləq vön açdırmalıdır? O da mı bu qismdə olmalıdır? Bəli, mütləq o, yəni ki, işə cəlb olunmuş bir insan kimi, əmək müqaviləsiz bir insan kimi çox gözəl olardı Sahib müəllim dediyi o anlayışlar gəlsəydi bizə və biz onu daxil eləsəydik əmək məcəlləsinə, o halda Dövlət Əmək Müfəttişi Xidmətinin işlərindən əsası bu ola bilərdi. Çox arxaya gedib girə bilərdilər evlərə ki, o sahiblərdən soruşardılar ki, bu məsələ nə yerdədir? Yəni ki, hələlik yoxdur əlimizdə belə bir şey, o səlahiyyətlər yoxdur. O nöqteyi nəzərdən mən dediyim o yollarla, yəni ki, vön götürməklə və o bizim xidmətlərimiz, şirkətlərimiz və yaxud da ki, məşğulluq xidmət tərəfindən göndərilməsi vasitəsilə getməsi ilkin olaraq yaxşı addımlar var. Yəni, hər iki tərəf vön açma, vön götürməlidir? Yox, iki tərəf götürmür. Bir tərəf götürür, iş axtaran, bəli, vön götürür və o sahib isə ev sahibi deyək mi, nədir? O isə xidməti müqavilə bağlamaqla bundan... Nə qismində? Sadəcə xidməti, yəni ki, bunların məzmunu nədir? O qismində fiziki şəxs gedəcək, fiziki şəxs gedəcək. Yox, fiziki şəxs. İndi biz o anlayışları gətirəndən sonra adın qoyacaq, sadəcə fiziki şəxsdir. Bu müqavilənin məzmunu nədir? Qısa formada mən demək istəmirəm, qısa deyəcəm. Burada məbləğ nə verəcəksən? İşin həcmi, bir də şərtləri və salam. Bu üç amil olandan sonra və aşağıda yazılacaq ki, ən axırda çox güman ki, mübahisəli hal yaranan təqdirdə hara, necə müraciət eləmək lazımdır. Və salam, ilkin olaraq yox sənət. Yəni, tərəflərdən ən azı biri sahibkarlıq subyekti olmalıdır. Mənə prosta maraq, o sadəcə o maraqlıdır ki, biri sadəcə olsa kifayətli, ikisi də olsa olar, biri də olsa kifayətli. İş axtaran hökmən olmalıdır. İş axtaran vöyünü olmalıdır. İkincinə o qədər ehtiyac yox. Amma əksi də ola bilər. Məsələn, ev sahibi vöyünü varsa, o iş axtaranla muzlu əmək müqaviləsi bağlaya bilər. Yox, nə barədə vöyün olsun ki, ev sahibinin? Yəni, istənilən adla da verginiz adətən kim pulu alırsa, o da vöyünü alır. Kim vergini ödəyəcəksə, o da alır. Yəni, pulu alan tərəf mütləq vöyünü olmalıdır. Pulu alan tərəf hökmən vöyün olmalı, çünki pulu alan tərəf vergini ödəyir. Yəni, o ödəmə mənbəyindən də ödənilə bilər. Amma o yoxdur, xanım. Yoxdur, o xidmət üzrə yoxdur. Hal-hazırda Ramal müəllimin sualı bu hal-hazırdakı vəziyyətlə bağlıdır. Hal-hazırda yalnız iş axtaran adamın vöyünü olmalıdır. Əks halda müqavilə bağlaya bilməz. Ya da ki, o, yəni prokuror yoxdur. Yəni, siz deyən anlaşılan qanunvericiliyi olmadığına görə. Yəni, vön olmadan fiziki şəxslər arasında hər hansı müqavilə bağlana bilər, vön olmadan. Yox, keçərsiz. Vön də olmalıdır. İşçinin
vöyün olmalıdır. Yəni digər şəxsin vöyün olmasının əhəmiyyəti yoxdur. Çünki yəni vöyün işçi də vergi əhəmiyyəti odur ödəyir. ki, Tahir müəllim, o dövlətə öz haqqını ödəyir və pensiyaya çıxdığı zamanda artıq o ödənişlərin az da olsa orada var. O təsir Raman edir. müəllim daha çox pensiyanın qayğısına Bilirsiniz niyə? Ona görə ki, insanlarımız hər zaman bunu düşünür. Bu hətta bizim gəncliyimizdə də var, gənclər də arasında bu var ki, mənim müqaviləm olsun, ştatım olsun ki, mən ən azından pensiyaya çıxanda müəyyən yaxşı pul ala bilim və bu haqqlarıdır insanların. Son hədəf o da, amma ona qədər hədəflər var. O da yaxşı mədəniyyətdir. Yəni o əslində yaxşı formalaşmış. Ciddi bir mədəniyyətdir ki, formalaşır. Yəni o öz haqqıdır ki, ödədiyi pulu sonra iş əməl qabiliyyətini itirdiyi zaman geri ala bilsin. Mətanət xanım, buyurun siz də. Deməli, maarifləndirməni dedi Vüqar müəllim, Sahib müəllim dedi qanunvericilik məsələsini, Tahir müəllim dedi ki, deməli işi düzəlmə firmaları və müqavilə və s. Mən qadın təşkilatı kimi daha çox burada qeyd eləmək istəyirəm ki, nə qədər Azərbaycanda qadının rolu, statusu yüksək olsa, o qədər də o problemlərdən uzaq olacaq. Bax, bayaq biz kadra baxdıq, orada bir məqam vardı ki, internatı qutarıb və heç yerdə iş yoxdur. Məsələn, bugün Nev şirkəti oğlanları, hansı ki internatları bitiriblər, onlar üçün xüsusi təhsil ocaqları var və yataqxanaları var. Sonra gələcəkdə işlə təmin olunacaq. Nəyə görə? Qızlar üçün belə bir mərkəzlər yoxdur ki, niyə belə qızlar üçün şərait yoxdur ki, gələcəkdə sonra işə düzəlsinlər onlar. Praktiki olaraq onlar küçədə qalırlar və məcbur olurlar ki, bu deməli getsinə qulluqçu işləsinlər. Ona görə də bugün qadınların elə bir şərait olmalıdır ki, həm təhsilə deməli... Niyə qadından qorxurlar? Bax, bu məsələ də ortaya çıxır. Sizin dediyiniz kimi, oğlanlara iş var, çünki onlardan qorxmurlar ki, oğlan öz başın çarəsə baxacaq və harada qalsa yatacaq. Şuur altında bizdə yazılıb. Niyə qadınlara qarşı? Şuur altında yazılıb ki, oğlanlar varisimizdir, oğlanlar daha çox pul gətirməlidirlər o evə. Məsələn, təhsil sistemində əgər iş bölgüsü gedirsə müəllimlərin arasında deyirlər ki, kişi müəllimi daha çox almalıdır. Çünki evin sahibidir, evə pul gətirməlidir. Baxmayaraq ki, bəzən elə müəllimə olur ki, 3 dənə uşaq tək başına saxlayır. Yəni, bax, belə məqamlar olur ki, kişilərə qarşı daha layaldılar. Nəinki, məsələn, qadınları. Qadınlar həmişə ikinci etapda qalır. Ona görə mən istəyirəm ki, qadınların statusu, rolu yüksək olsun və problemlərdən uzaq olsun. Yaxşı, nə deyək, inşallah olsun və hər halda bizi izləyən istər tamaşaçılarımız, istər adiyyətli orqanlar, burada təbii ki, müəyyən təkliflər səsləndi, tövsiyələr biz yox, təbii ki, qonaqlar tərəfindən, peşəkarlar tərəfindən, çünki tövsiyə verəcək vəziyyətdə deyil, yəni o iqtidarda və o gücdə deyilik. Təbii ki, bizim qonaqlarımızın amma həm istər elmi, istər peşəkar işləri buna hüquqları çatır və müəyyən tövsiyələr və müəyyən çıxış yolları göstərdilər. Amma hörmətli tamaşaçılarımız, biz bir şey nəzərinizə çatdıraq, diqqətinizə çatdıraq ki, nə qədər proqram eləyirsən elə, nə qədər yazı yazırsan yaz, nə qədər deyirsən de, amma nəticədə hər şey sizdə gəlir, birləşir. Tələb, təklif məsələsi var. Siz nə qədər öz hüquqlarınızı qorursanız, öz hüquqlarınızı tələb eləsəniz, nə qədər öz haqlarınızın arxasıca geçsəniz, bir zaman sonra düzələcək. Ola bilsin ki, siz itirəcəksiniz həmin o iş yerini, haqqınızı tələb etdiyiniz üçün. Bir dəfə itirəcəksiniz, 2 dəfə də, amma artıq hər kəs bunu elədikdən sonra məncə seçim olmayacaq. O işə götürən insanlar da artıq psixologiyanı öyrənəcək və işçi psixologiyası, işə götürmə necə olmalıdır, qayda, qanun necə olmalıdır, bunu öyrənəcək, dərk edəcək və ən axırda birinizi götürəcək işə, məcbur qalacaq. Ona görə də bir-birinizə dəstək olmaqla, bir-birinizin, yəni mən qəbul eləmədim, amma məndən sonra kimsə bu işi qəbul eləyəcək deyə hər şey razı olub qəbul eləməyin. Yəni, öz haqlarınızı qoruyun və tələb eləyin. Gələn həftə yenə görüşəcəyik və maraqlı ekspertləri tapacağıq sizin üçün, maraqlı qonaqlar tapacağıq ki, ən azından ictimaiyyətin, cəmiyyətin düşündüyü və narahat elədiyi məqamları müzakirə eləməyə. Gələn həftə görüşmək ümidi ilə. Sağ olun.